Türkiye Prezidenti Recep Tayyip Erdoğan, Azerbaycan'dan qayıdarkən prezident hiyarəsində jurnalistlərə verdiyi müsahibədə Cənubi Qafqazda yaranmış imkanlar pəncərəsindən danışıb və Azərbaycanlı həmkarı İlham Aliyevə Artsakın işğalında necə kömək etdiyi xatırladıb. Erdoğan sülh prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında atılan addımları məmnuniyyətlə qarşıladığını bildirib və tərəflər arasında avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmadan dəfələrlə məmnunluğunu ifadə edib. Anadolu Agentliyi onun sözləri belə çatdırır. 30 ildən artıq davam edən qeyri-sabitlikdən sonra Cənubi Qafqazda dayanıqlı sülh və əmin amanlıq üçün imkanlar pəncərəsi açılıb. Erdoğan əlavə edib. Sülh prosesinin başa çatması Azərbaycan çox qısa zamanda regionda sülhün memarı edəcək. Xatırladaq ki, 10 noyabrın 8-də Bakıda hərbi parada iştirak etmək üçün səfərdə idi. Orada da o, Türkiyə və Pakistanın 44 günlük müharibədə Azərbaycana böyük kömək göstərdiyini bir daha xatırlatmışdı.